Vyetnamda göz əməliyyatı eləyirəm, birinci hissə. Yatsam yuxuma belə girməzdi ki, bir gün göz əməliyyatı eləyərəm. Onu da Vyetnamda eləyərəm. Klinikaya gəlib qeydiyyatdan keçdi və başladılar gözlərimi yoxlamağa. Mən 15 ildən çoxdur ki, eynək taxırdım və artıq həqiqətən də eynəkdən yorulmuşdum. Xüsusən yağışlı havalarda maska taxanda çox mənə çətinlik yaradırdı. Mən də dərdimi izah elədim. Onlar da sağ olsun, yəni kifayət qədər aparatlardan keçirdilər. Bir çox aparatlarda yoxladılar və dedilər ki, qardaş, sənin üçün ən ideal əməliyyat Smile göz əməliyyatıdır. Mən də göz əməliyyatından dəhşətli dərəcədə qorxurdum. Amma eynək taxmaqdan o qədər bezmişdim. Yəni həqiqətən gözümü qaraltmışdım ki, nə olar. Bütün yoxlamalardan sonra biz gün təyin elədik və dedik ki, 5-ci gün bu əməliyyatı eləyəcəyik inşallah. Məndə 2 əməliyyat olacaqdı. Birincisi Smile göz əməliyyatı, ikincisi isə crosslinking. Crosslinking nə deməkdir? Göz korneasını gücləndirmək üçün olan bir əməliyyat idi ki, yəni gələcəkdə ola biləcək zəifliyin qarşısını almaq üçün. Əməliyyat üçün məndən istənilən məbləği rəydə qeyd eləyəcəm. Siz də əməliyyat günü başıma nələr gəldi, onu bilmək üçün səhifəmi izləməyi unutmayın. Məndə isə də klapı tam açırlar. Amma bunda bir damcı buradan cızıb içərisini təmizləyirlər və mən Smile eləyəcəm.